Hər vaxtınız xeyir olsun mənim kanalımın dəyərli xanımları, səmimi xanımları. Sizi öz mətbəximdə yenidən görməyə çox şad oldum. Nətərsiz. Allah sizi həmişə, hər zaman yaxşı eləsin. Məni soruşsa şükür Allaha. Mən də yaxşıyam. Allahın bu gününə şükürlər olsun. Dəyərli izləyicilərim. Neyinirsiniz, nətərsiz? Günləriniz nətər keçir? Xoş keçsin, firavan keçsin hər zaman günləriniz. İnşallah. Allah hər birinizə can sağlığı versin. İçi biz qarışıq. Gözəl xanımlar, bugün mən göyəm kompotu hazırlayacağım. Bir də göyəm turşusu. Xanımlar, 2 kilo yarım göyəm almışdım. Təmiz yudum, saplağını təmizlədim. 2 dənə balona, yəni 3 kiloluq balona tökdüm meyvəsindən. 2 balon kompot eləyəcəm inşallah. Yerdə qalanına da hələlik 3 dənə banka ayırıb qoymuşam. Görək neçə dənə çıxacaq göyəm turşusu. Hər balona da pesok tökmüşəm. 200 qramlıq bax bu xrustal stəkandan bir, hər balona 2 stəkan pesok tökmüşəm xanımlar. Belə. İndi mən gətirim bu kompotun suyunu töküm, qaynayıb qəşəng. Çaynik qaynadı, altını söndürdüm. Gətirim suyunu töküm. Qoyum qazın üzərində. Bir 10 dəqiqə qaynasın, bismillah. Kompotumuz qaynayınca bir 10 dəqiqə mən göyəm turşusunu bankaya yığım. Sizlə bərabər bölüşəcəm inşallah. Xanımlar, bu arada neyinirsiniz? Qışa tədarik görürsünüz, yoxsa mənim kimi həvəsiz yoxdur? Bir ara başım yenə özümə qarışdı, səhhətimlə əlaqədar bir həftədir nəsə üst-üzə sağlıq olsun. Özümü narahat hiss edirəm, onun üçün də videolar çəkə bilmirəm. Belə. Xanımlar, indi mən balonumuzu qoyum qaynasın bir 10 dəqiqə. Ondan sonra qəşəng turşunu yığacağım bankaya. Onu sizlə bölüşəcəm. Siz izləmədə qalın. Rahat-rahat oturun, baxın. İzləyin inşallah. Xanımlar, kompotları bağladım. Qəşəng. Ağız üstə çevirdim. İndi mən başlayayım göyəmi turşusunu hazırlamağa. Siz də izləyin mənim dəyərli izləyicilərim. Birinci altdan nanə. Xanımlar, tər nanə. Burada hardasa bir dəstə nanə var. Belə də reyhanda qoyuram mən. Reyhanın qəşəng ətri gəlir. Sarımsaq xanımlar, həvəsinə 2 diş atacağım. Amma diş böyükdür deyiləm. Bunu mən məcburam ortadan bölüm. Belə. İndi isə göyəmlərimizi bankaya yerləşdirək. Bismillah, Allah xeyirli qismət eləsin. Hamımızın nə iş görürük, qışa nə hazırlayırıq, Allah şirin ağzına nəsib eləsin inşallah. Çox qəşəng turşudur, göyəm turşusu. Xanımlar, hər bir yeməklə də gedir. Siz də hazırlayın, məsləhətli turşudur. Göyəmin ümumiyyətcə kompotu da dadlı olur. Bizdə demək olar ki, ailədə hamı çox xoşlayır. Bir dənə də üzərindən dəfnə yarpağı
qoyuram, onda xüsusi dadı olur. Belə. Bu bir bankamız. İndi ikinci bankamızı yığaq. Qəşəng yenə nanəmizi alt üstdən qoyuruq. Reyhanımızı da. Sonra meyvəmizi tökürük. İrili xırdalı göyəmdir xanımlar. Bu arada xanımlar, inanırsınız, çox belə baxış sayını azaltmışsınız. Bilmirəm niyə. Mən bu yola çıxmışamsa, sizlə bərabər çıxmışam. Siz ancaq mənə kömək edən, siz dəyərli izləyicilərimsiniz. Ona görə də məni yarı yolda qoymayın. Axıracan mənlə olun. Gözəl xanımlar. Sarımsaq yadımdan çıxdı, söhbət elədim. Yeyib yaxdı. Axıracan bir yerdə gedəyin, mənə dəstək olun. Bunu mən hər videolarımda, hər vlog çəkəndə xanımlar deyirəm sizə. Mənim dəstəkçilərim ancaq siz izləyicilərimsiniz, məni başa düşən xanımlardır. Allah sizdən razı olsun hər birinizdən. Bir yerdə davam edək. İnşallah. Bu da ikinci bankamız xanımlar. Deyəsən, üçüncündə hazırlaya biləcəm. Şükür, bərəkətli oldu. İnşallah olsun. Belə xanımlar, bax necə lazımdır. Hamısını yığdım. Göyərtisini, sarımsağını, hər bir şeyini qoydum altdan. Adam var, xanımlar var. Hərənin indi özünün bildiyi resepti var da xanımlarımızın. Bunun suyunu tökürlər, qaynadırlar, təzədən süzürlər. Bir də tökürlər. İkinci dəfə artıq bağlayırlar. Mən belə bağlayıram. Bircə dəfə qaynar suyu tökürəm. Tamam. Sonra da bağlayıram onu. Heç qaynatmağı da lüzum bilmirəm. Bir dənə də dəfnə yarpağı buna qoyun. Bankamızın üzərinə. Sonra mən onun üzərinə qaynar su töküb möhkəm sıxacam. İnşallah. Belə. Xanımlar, qapaqlar təzə olmalıdır. Rezvaboy qapaqlar təzə olmalıdır. Ondan sonra siz deyin. Sıx olmalıdır. İndi mən bu qapaqları atım qaynar suya, sterilizavati olsun. Sonra möhkəm ağzım sıxanda sizlə bölüşəcəm inşallah. Burada da bizim 3 dənə göyəmimiz qaldı. Yoxdur, qalsın. Oldu xanımlar, siz izləmədə qalın. Təkrar dönüş edəcəm inşallah. İndi xanımlar, göyəm turşusunun, duzunu, pesolunu tökün. Sizin gözünüzün qarşısında. Xanımlar, bu duzdur. Ha belə. Çox dolu olmasın da belə. Siləmə. Bir xörək qaşığı duz hərəsinə. Belə.
xanımlar, pesokunu da tökün. Pesok da eynən elə. Belə. Dolu olmasın, yarımçıq. Belə xanımlar. Duzunu da, pesokunu da tökdüm. Gətirim suyunu da töküm qəşəng. Çayını qaynadı. Xanımlar, çayını qaynaya suyunu da töküb, sirkəsini də töküb, ağzını bağlayacağım inşallah. Siz izləmədə qalın. Abunə olmamışsınızsa, baxırsınız videolara, xanımlar. Amma eləsi var, abunə olmuyor. Abunə olmağı mütləq unutmayın. Videolarım like edin, hamının qabağına çıxsın, izləyicilərim artsın, xanımlar. Mən bunu hər dəfədə sizə deyirəm. Elə xanımlar var ki, baxırlar videoma. Amma bəyən düyməsini basmırlar ki, çox insanların qarşısına çıxsın. Buna görə də xanımlar, mütləq bəyən düyməsini basın. Hər kəsin qarşısına çıxsın ki, mənim baxış sayım artsın, abunəm də artsın. Bu sizin əlinizdədir. Bir mənalı belədir, xanımlar. İndi mən çaynikimiz qaynadı. Bax, qaynaya bismillah. Tökürəm bankamızın üzərinə. Bax, belə. Qəşəng. Elə üçünə də töküb, sirkəsini də töküb, ağzını sıxacam inşallah. Xeyirli uğurlu olsun. Hamı şirin ağzına yesin. Hazırladığım. Bizlər də içində inşallah. Xanımlar, burada 3 xörək qaşığı sirkə var. Hərəsinə 1 xörək qaşığı sirkə tökəcəm. Bax, belə. İlk sus da tökə bilərsiniz. Sadəcə mən sirkə tökürəm. Bir balaca qaldı. Hərəsinə töküm. Tamam. Sirkəsini də tökdüm. İndi mən qəşəng bankamızın ağzını sıxın. Bax, belə xanımlar. Yoxlayaq görək. Su bıraxmır ki. Yox, bu belə. İkinci bankamızın ağzını sıxar. Allah əziyyətimizi yerdə qoymasın. Bu istiləri də hazırlayırıq valla. Çətin istiyinə. Allah hamımıza can sağlığı versin. Qüvvət versin. İnşallah. Ruzu bərəkət versin. Hazırlayaq. Belə xanımlar. Bir damcı da bıraxmır. Maşallah, qəşəng. İndi mən bunları xanımlar burada saxlayacağım inşallah bu gecə. Üstlərini örtəcəm. Bir gün qalsınlar. Qalsınlar inşallah. Sabahlarım üstünü açıb yığacam qəşəng bir sərin yerə. Xanımlar,
yorulmuşam. Çox yorğunam. İstidə bir tərəfdən kondisioneri vurub işləmişəm. Bu arada deyim ki. Amma ona baxmayaraq çox yorğunam. Belə üst-üzə sağlıq, səhhətimlə də əlaqədar belə çox yorğunam. Mən indi burada videomu sonlandıracağam. Bir dənə çay içim. Çay içim. Xanımlar, siz də oturun mənim bu vlogumu da izləyin. Əməyə dəyər verən səmimi xanımlar. Sizin yorumlarınızı gözləyirəm. Gözəl-gözəl rəylərinizi gözləyirəm. Çalışın, aktiv olun. Mənim vloglarımı like edin. Bəyən düyməsini mütləq basın. Hər kəsin qarşısına çıxsın ki, mənim sayım artsın, baxış sayım. Bu ancaq siz xanımlardan, izləyicilərimdən asılıdır. Bunu mən sizdən gözləyirəm, əsirgəməyin. Zaten onu məndən əsirgəməyin. Mən sizlə bərabər sizə güvənib çıxdım bu yola. Bu mənim hobbimdir. Nə də olsa Allah imkan versin, səhhətimlə əlaqəli, sağlıq versin, mən çəkim videolar. Mən çox xoşlayıram. Bilmirəm, nəsə mənim arzumdur, hobbimdir, çox həvəsliyəm. Allah bu həvəsi əlimdən almasın, sizlə bərabər. Sizlə bərabər mən axıracan bu vloglardan çəkim. Biraz havalar sərinləsin, sınsın xanımlar. Çox maraqlı inşallah vloglarla gələcəm qarşınıza Allahın izni ilə. Qəşəng videolar çəkəcəm. Sizlə görüşəcəm. Maraqlı söhbətlərimiz olacaq inşallah. Amma siz bir dənə mənim əsirgəməyin, abunə olun. Videolarımı izləyin. Like edin, qəşəng yorumlar yazın həmişəki kimi. Baxış sayınızı artırın, xanımlar. Sizi öpürəm, bağrıma basıram. Əsas önəmli odur ki, canınızla müğayət olun. Səhhətinizə fikir verin. Allah hər birinizi var eləsin. Ailənizin başının üstündən əski eləməsin. Hamınıza can sağlığı versin. Allah dualarımı eşitsin. İnşallah da eşidər. İnanırsınız, bu saat o qədər tərləmişəm, siz də bağışlayın. Yenə ona baxmayaraq sizlə danışmaq, söhbət eləmək mənə çox böyük motivasiya verir. İstəyirəm ki, bu motivasiyanı da mən yenə təkrar sizdən alım. Görüşənə qədər öpürəm sizi, bağrıma basıram. Allaha əmanət olasınız.